Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində fevralın 13-14-də iki tərəfli dəyirmi masa keçiriləcək. Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək. Sülh körpüsü təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qruplar da təmsil olunacaq. Armenian Council-ın məlumatına görə Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib. Azərbaycan nümayəndə heyətindən 19 nəfər, Ermənistan tərəfindən isə qeyri-hökumət təşkilatlarını təmsil edən 20 nümayəndə dəyirmi masada iştirak edəcək. Müzakirələr çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçirəcəklər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlayış və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olacaq.